Həmişə yeni nəsə öyrənməyə can atan, qısaca öyrənən dostumuz, bugün sənin üçün həqiqətən xüsusi bir araşdırmamız var. Bəli, çox fərqli bir mövzudur. Yəni, bir anlıq təsəvvür edin, dünyanın ən məşhur, ən qatı ateist filosoflarından birisiniz. 50 il, bəli, düz 50 il bütün fəaliyyətinizi Tanrının olmadığını sübut etməyə həsr etmisiniz. Və birdən-birə hər şey dəyişir. Tamamilə. Qəfildən 81 yaşınızda çıxıb deyirsiniz ki, mən yanılmışam, Tanrı varmış. Bu, yəni həqiqətən də çox sarsıdıcı bir andır. Dəhşətdir. Baxın, bugün bu dərin təhlilimizdə biz məhz bu hekayəni Antoni Flou'nun həm müəllifi olduğu Yanılmışam, Tanrı varmış kitabını əsas götürürük. Aha. Və qeyd edim ki, yəni məqsədimiz əsla hər hansı bir dini təbliğat aparmaq deyil. Biz sadəcə, bilirsiniz, fəlsəfə və elmin kəsişməsində bir insanın sırf sübutların ardınca gedərək özünün o ən təməl inancını necə dəyişdiyini analiz edəcəyik. Düzdür. Və bu intellektual səyahətin detalları həqiqətən valehedicidir. Yəni bu təhlilin sonunda təkcə bu konkret hadisəni deyil, ümumiyyətlə tənqidi düşüncənin və elmi kəşflərin, yəni kainata baxışımızı necə formalaşdırdığını görəcəksiniz. Hə, çünki bilirsiniz, Antoni Flou sadəcə, necə deyərlər, sıradan bir ateist değildi. Aha, o əsas adamlardan biri idi, elə deyil? Dəqiq. O, yəni 20-ci əsrdə müasir ateizmin fəlsəfi çərçivəsini quran adam idi. İdeoloji memar deyə bilərik ona. Təsəvvür edin ki, onun Teologiya və yanlışlama adlı məqaləsi var idi. O, son əsrin ən çox çap olunan fəlsəfə əsəri idi. Ciddi deyirsiz? Ən çox çap olunan? Bəli. O məqalədə o, dinin fəlsəfi olaraq yoxlanıla bilməz və deməli mənasız olduğunu iddia edirdi. Hətta o, məşhur Sokratik klubda C.S. Lewis kimi nəhəng nansazlarla belə debatlara girirdi. O, fəlsəfə dərsliklərinə düşəcək işlər görüb də, yəni. Əlbəttə. Və ən əsası o, ateizm varsayımı adlı bir konsept irəli sürmüşdü. Yəni, o deyirdi ki, sübut yükü ateistlərin yox, birbaşa dindarların üzərindədir. Default olaraq ateizm qəbul edilməlidir. Aha, günahsızlıq prezumpsiyası kimi bir şey. Yəni, sübut olunana qədər hər şey yoxdur. Tam olaraq. Yəni, gəlin bunu biraz açaq, dinləyicimiz üçün də tam aydın olsun. Bu sadəcə hər hansı bir insanın mən fikrimi dəyişdim deməsi deyil. Bu, sanki dünyanın ən böyük texnologiya şirkətinin qurucusunun qəflətən öz rəqibinin məhsulunun daha mükəmməl olduğunu etiraf etməsi kimidir. Dəqiq bənzətmədir. Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, Flou fəlsəfədə ateizmin gündəmini təyin edən adam idi. Onun bu fikrindən dönməsi fəlsəfə dünyasında sözün əsl mənasında bir zəlzələ effekti yaratdı. Təsəvvür edə bilirəm. Bəs yaxşı, yəni bu zəlzələ olanda digərlərinin reaksiyası necə oldu? Məsələn, Dawkins kimi məşhur adlar var idi o vaxt. Bax, elə ən qəribə məqam da buradadır. Flou fikrini dəyişdikdə Richard Dawkins, Daniel Dennett, Sam Harris kimi yeni ateistlər onu elmi arqumentlərlə tənqid etmədilər. Bəs necə reaksiya verdilər? Şəxsi təhqirlərlə. Onu qocalıqda günahlandırdılar. Yəni, dedilər ki, ağlını itirib. Arqumentləri müzakirə etməyə əvəzinə dedilər ki, o sadəcə qocalıb və qorxur. Sizcə də burada qəribə bir ziddiyyət yoxdurmu? Yəni, mənə çox qəribə gəlir. Axı, elm və fəlsəfə obyektiv olmalıdır, bilirsiniz. Niyə Dawkins kimi böyük bir elm adamı Flou'nun dəlillərini müzakirə etmək əvəzinə durub onun yaşına lağ etməyi seçir? Bu, çox vacib bir sual doğurur əslində. Yeni ateistlər çox vaxt elmi faktlardan daha çox sarsılmaz bir inanç sisteminə bağlıdırlar. Yəni, ateizmin özü bir növ dinə çevrilib. Bəli, dogmatizmə çevrilmiş bir ateizmə. Flou kitabda onları məhz buna görə tənqid edir və göstərir ki, bu yeni ateistlər əslində fəlsəfi arqumentləri görməzdən gəlirlər. Onlar çoxdan çökmüş, məntiqi pozitivizm ideyalarına geri dönürlər. Aha. Flou isə fərqli idi. Onun bu böyük dəyişikliyinin tək bir səbəbi var idi. O da Sokratın məşhur bir qaydasıdır. Hansı qayda? Sübutlar səni hara aparırsa oraya get. Flou əsil mütəfəkkir kimi öz egosunu, yəni o 50 illik reputasiyasını kənara qoyub, faktları qəbul edəcək qədər cəsarətli idi. Bu həqiqətən böyük siyallıq tələb edir. Yaxşı, bəs onu bu qərara gətirən sübutlar, o dəlillər nə idi?
Bildiyim qədərilə kitabda 3 əsas sütundan bəhs olunur, düzdür? Bəli, 3 əsas elmi kəşf var ki, onun dünya görüşünü alt-üst etdi. Birincisi, kainatın təbiət qanunlarıdır. Təbiət qanunları. Yəni fizika qanunlarını nəzərdə tutursuz? Aha, kainatın niyə xaos yox, riyazi cəhətdən inanılmaz dərəcədə dəqiq və simmetrik qanunlarla idarə olunması. Bilirsiniz, Albert Einstein, Max Planck, Werner Heisenberg, Paul Dirac kimi o kvant fizikasının qurucuları belə... O nəhəng duhalar yəni. Dəqiq. Onlar düşünürdülər ki, kainatdakı bu mükəmməl qanuna uyğunluğun arxasında bir üstün ağıl, yəni higher mind var. Bir dəqiqə, Einstein'in adını çəkdiniz. Amma çox vaxt deyirlər ki, Einstein Spinoza'nın panteizminə inanırdı. Yəni təbiətin özünü tanrı hesab edirdi. Bu çox yayılmış bir yanlış anlaşılmadır. Einstein əslində panteizmə yox, təbiətin qanunlarında təzahür edən üstün ruha inanırdı. O kainatı, necə deyim, xarici dildə yazılmış kitablarla dolu bir kitabxanaya girən uşağın vəziyyətinə bənzədirdi. Uşaq kitabları oxuya bilmir, amma anlayır ki, kimsə bu kitabları müəyyən bir qayda ilə rəflərə düzüb. Təsəvvür edin, meşənin dərinliyində tamamilə mükəmməl nizamlanmış, əlifba sırası ilə rəflərə düzülmüş, nəhəng bir kitabxana tapırsınız. Aha. İndi siz durub, bu təsadüfən küləklə buraya yığılıb, ağaclar təsadüfən rəfə çevrilib deyə bilərsinizmi? Yox, yəni nizam mütləq şəkildə nizamlayıcını tələb edir. Bəli, tam olaraq. Çünki bu qanunlar sadəcə təsadüfi fiziki hadisələr deyil. Bunlar əslində kodlaşdırılmış bir reallıqdır. Və bu təbiət qanunlarının mənbəyinin nə olması tarix boyu elm adamlarını ən çox düşündürən ən böyük tapmaca olub. Aydındır. Bu birinci sütun idi. Bəs ikinci sütun nədir? İkinci sütun elm dünyasında insan prinsipi, yəni antropik prinsip kimi bilinən kainatın incə tənzimlənməsidir. İngiliscə buna fine tuning deyirlər. Sürəti ya da gravitasiya və ya elektronun kütləsi bircə zərrə qədər, milyardda bir qədər fərqli olsaydı, nə ulduzlar, nə planetlər, nə də həyat olmazdı. Kainat ya anında çökərdi, ya da dağılıb gedərdi. Yəni biz sözün əsl mənasında bıçaq sırtında riyazi olaraq ağlasığmaz dərəcədə həssas bir balansda yaşayırıq. Bəli. Və bəzi ateist elm adamları bunu necə izah etməyə çalışırlar bilirsiniz? Multikainat, yəni multiverse nəzəriyyəsi ilə. Aha, o məşhur Marvel filmlərindəki kimi. Sonsuz sayda kainat var deyirlər yəqin. Hə, deyirlər ki, sonsuz sayda kainat mövcuddur, onların içində təsadüfən bizimkisi həyata uyğun gəlib. Lakin Flow və Paul Davies kimi alimlər fəlsəfi cəhətdən bunu tamamilə mənasız hesab edirlər. Bilirsiniz nəyə görə mənasızdır? Mənbədə çox qəşəng bir otel otağı analogiyası var idi. Təsəvvür edin, səyahətə gedirsiniz, xaricdə bir otel otağına girirsiniz. Və girən kimi görürsünüz ki, ən sevdiyiniz mahnı çalır otaqda. Hə, xüsusi seçilmiş kimi. Bəli, havaya ən sevdiyiniz ətir vurulub, minibarda yalnız sizin sevdiyiniz içkilər var. Bu təsadüf ola bilərmi? Siz, yəni, bütün otel otaqları təsadüfən yaranıb, bu da mənim bəxtimə düşüb deyə bilərsiniz. Əlbəttə yox. Və bir də bu multikainat argumentinə qarşı o kitabda möhtəşəm bir zarafat var idi. Deyir, yaxşı, bəs multikainat argumenti nəyə bənzəyir? Bu, ev tapşırığını etməyən şagirdin dəftərimi it yedi yalanına oxşayır. Müəllim buna inanmadıqda şagird deyir ki, yaxşı, əslində sonsuz sayda itlər var və onlar sonsuz sayda dəftərləri yedi. Bu eyni şey deyilmi? Bəli, tamamilə. Burada valihedici olan odur ki, multikainat nəzəriyyəsi əslində problemi həll etmir. Sadəcə, yəni problemi bir addım geriyə atır. Necə yəni geri yatır? Yəni, əgər doğrudan da sonsuz sayda kainat varsa və onlar davamlı yaranırsa, o kainatları yaradan, idarə edən o mexanizmin, o metakainatın qanunlarını kim yazıb? Hə, o kainat zavodunun özünü kim yaradıb yəni? Dəqiq. Siz sonsuz sayda kainat uydursanız belə, o fundamental nizam sualından qaça bilmirsiniz. Çox məntiqlidir. İndi isə gəlin üçüncü sütuna keçək. Düzünü desəm, bu mənim üçün ən heyrətamiz hissədir. Üçüncü və bəlkə də ən böyük səbəb cansız maddədən canlı həyatın, yəni ilk hüceyrənin necə yaranması sualıdır. DNT məsələsi? Bəli, çünki DNT sadəcə kimyəvi bir maddə deyil. O bir informasiyadır, bir koddur.
Yəni, təsadüfi kimyəvi reaksiyalar öz-özünə, məqsəd yönlü, özünü çoxalda bilən və məlumat saxlayan mürəkkəb bir sistem yarada bilməz. Amma ateistlərin həmişə dediyi o məşhur meymun söhbəti var. Yəni, deyirlər ki, sonsuz vaxt verilsə, meymunlar klaviaturada təsadüfən düymələri basaraq Shakespeare-in əsərlərini yaza bilərlər. Aha, o arqument. Kitabda Jerry Schroeder'in bu meymun teoreminə qarşı çox sərt bir riyazi təkzibi var. Schroeder deyir ki, Shakespeare-in heç bütün əsərini yox, sadəcə 488 hərflik kiçik bir sonetini götürək. Bunu meymunların təsadüfən yazmaq ehtimalı nə qədərdir bilirsiniz? 10 üstü 690'da bir ehtimal. 10 üstü 690. Bu ağla sığmaz bir rəqəmdir. Bəli. Müqayisə üçün deyim, bugün məlum olan bütün kainatdakı atomların və zərrəciklərin cəmi sayı 10 üstü 80'dir. Wait. Yəni, kainatdakı bütün zərrəciklərin sayı o ehtimalın yanından belə keçmir. Heç yaxınlaşa bilmir. Yəni, bütün zərrəciklər milyardlarla il, hər saniyə milyon dəfə sınaq etsələr belə, o 488 hərflik düzgün ardıcıllığı qura bilməzlər. Riyazi cəhətdən bu tamamilə imkansızdır. Beləliklə, bütün bunlar nə deməkdir? Yəni, kimsə mənə gəlib deyəndə ki, ey, sonsuz vaxt verilsə meymunlar Shakespeare-i yaza bilər, mən onlara rahatlıqla deyə bilərəm ki, riyaziyyat bunu qəti şəkildə inkar edir, eləmi? Təsadüfən həyat yarana bilməz. Dəqiq belədir. Və burada David Berlinski adlı başqa bir alimin çox maraqlı izahı var. O, məlumat və kod anlayışını açır. Deyir ki, məsələn, DNT bir koddur. Amma bir kod yalnız onu oxuya bilən və mənasını anlayan başqa bir sistem mövcud olduqda işləyir. Necə yəni? Yəni, bir CD diskinin üzərində musiqi ola bilər, amma CD player, yəni oxuyucu cihaz yoxdursa, o məlumat sadəcə plastik parçasıdır. Hücrədə də belədir. Həm DNT kodu təsadüfən yaranmalıdır, həm də eyni anda o kodu oxuyan mexanizm. Cansız, təsadüfi qüvvələr bu mənalı informasyonu yarada bilməz. Bu ancaq sonsuz bir zəkanın məhsulu ola bilər. Möhtəşəmdir. Deməli, təbiət qanunları, incə tənzimləmə və DNT məlumatı. Bəs bu qədər dəlildən sonra Flu sırf dini olaraq necə bir tanrı anlayışına gəldi? Kosmoloji arqument barədə nə düşünürdü? Flu kosmoloji argumentə diqqət çəkirdi. Yəni, Big Bang böyük partlayış sübut etdi ki, kainatın bir başlanğıcı var. Aha. Filosoflardan David Conway və Richard Swinburne'in argumentləri kimi, əgər bir şeyin başlanğıcı varsa, heç nədən nəsə yarana bilməyəcəyinə görə onun bir səbəbi olmalıdır. Amma Flu'un kəşf etdiyi tanrı müəyyən bir dinin, məsələn sadəcə xristianlıq və ya İslamın ehkamlarından daha çox Aristotelin tanrısıdır. Aristotelin tanrısı deyəndə konkret nəyi nəzərdə tutursunuz? Yəni, zaman və məkandan kənarda olan, hər şeyə qadir, maddi olmayan bir ilk səbəb. Bəs aydınlaşdırmaq üçün soruşum, Flo xüsusi olaraq hər hansı bir dinə keçdimi? Çünki biz bilirik ki, o əvvəllər dünyadakı şər və istirab problemi barədə, yəni Problem of Evil barədə çox yazıb. Əgər tanrı varsa, niyə dünyada bu qədər əzab var deyirdi? O, bu məsələni necə həll etdi? Baxın, bu onun kitabında çox vacib yer tutur. Flo'nun səyahəti klassik mənada bir iman və ya dini vəhi səyahəti deyildi. O, təbii teologiya adlanan, sırf məntiq və fəlsəfi düşüncə yoluyla bu nəticəyə gəlib çatmışdı. Məsələsi. Şər problemi isə azad iradə, yəni free will defense konsepsiyası və Aristotelin yanaşması ilə cavablandırılır. O izah edir ki, robot kimi proqramlaşdırılmış insanlar yerinə azad seçim edə bilən varlıqlar yaratmaq daha ali bir dizayndır. Təbiətdəki bəzi qüsurlar və ya insanların yaratdığı şər, o mükəmməl mənbənin varlığını inkar etmir. Amma onu da deyim ki, o dinə qarşı da tam qapalı değildi. Ciddi? Nə mənada? Kitabın sonlarında N.T. Wright adlı xristian bir teoloqla diyaloqu var. Orada Flu deyir ki, o tarixi vəhilərə və Tanrının insanlıqla ünsiyyət qura biləcəyi fikrinə artıq açıqdır. Wow! Dünyanın ən böyük ateistindən bu sözləri eşitmək həqiqətən ironikdir, həm də çox derindir. Yəni, biz bu hekayədə nə gördük? Ən qatı inanclar. Belə, istər dini olsun, istər ateistik, fərq etməz. Yəni, əsl intellektual cəsarət və yeni sübutlar qarşısında dəyişə bilər. Tamamilə. Anthony Flu'nun bu mirası
Bəlkə də onun ən böyük fəlsəfi töhfəsidir. Dəqiq. O bizə sadəcə kainatın sirlərini deyil, eyni zamanda öyrənməyə və mən yanılmışam deyə bilməyə açıq olmağın, yəni əsl ziyalılığın nə olduğunu öyrətdi. Dostlar, sizə səslənirəm. Yekunlaşdırarkən gələcəklə bağlı düşünməyiniz üçün beyninizə bir sual atmaq istəyirəm. Hə, buyurun. Baxın, əgər bugün biz fizika və biologiyanın dərinliklərinə endikcə, Antoni Flew kimi sərt materialist filosoflar belə yaradıcı bir zəka fikrinə gəlirlərsə, bəs gələcəkdə necə olacaq? Yəni, elm kainatın sirlərini açmağa davam etdikcə, gün gələcəkmi ki, o laboratoriyalardakı elmi kəşflərlə fəlsəfə və teologiya arasındakı o əbədi hesab edilən, o qınanılan sərhədlər tamamilə yoxa çıxacaq. Bəlkə də gələcəyin ən böyük teoloqları elə mikroskop arxasında oturan kvant fizikləri və genetiklər olacaq. Özünüz üçün bunu bir düşünün. Bugünlük dərin təhlilimizdən bu qədər. Hər zaman hara olursa olsun həqiqətin ardınca getməyə davam edin. Hələlik.